Yolculuk vlogunu indi qurtardım və sıra eyni anda Quba vloguna keçdim. Qubadayam artıq. Və indi səhər yeməyinə gəlmişəm. Səhər yeməyini çəkəcəm indi. Gözləyin. Yeməyə sifariş verdiyi bir dənə set halında. İndi o gələnə qədər buraları gəzəcək. Gözünü çəkin bir dənə buranı. Yəni doğrudan uşaqlar mükəmməldir. Göbələklərə baxın. Yəni bunların Əsmir. Yes. Əsmir istəyiz. Əsmir. Sonra baxın bura. Bura da çox qəşəngdir. Yəni Quşdur. mükəmməldir. Gəl yəni dalınca. Gəlmişsən dalınca. Gəlmişsən dalınca. Bax burada belə 7 cücələr var. Cücə yay var burada. Cücə yaşayam. Biz dəmişik. Bakıdan dəmişik. Sonra burada yenə göbələklər var. Burada yenə göbəyə yay var. Burada da ağaclar var. Baba belə. Burada da apışdayım var. Burada da bayaca göbələk var. Burada da bayaca göbəyə yay var. Burada da böyük göbəyə var. Buraya da yoğdu. Boya da yoğdu bax. Bu da ayım var. Bir də bu dayım var. Mükəmməl bir ortamdır. Yəni mən əminəm burada mənim bir sürü şəkil və videolarım olacaq. Mən elə birazdan yeməyimi yeyib otağa qalxacağam və əyin başımı dəyişəcəm. Bu ortamda bu əyin başla yəni qalmaq istəmirəm. Anam mən. Ana ilə mən. Bu mənəm, bu anadır. Bir sürü şeyler çektik. Oradan o əhval-ruhiyyə yəni çox gözəldir. Bir də burada belə bir şey oldu. Dünən TikTokda mənim qabağıma bir dənə şey çıxdı belə daşdan qız, nə bilim nə. Qız oğlanı gözləyərkən həmin daşa dönür falan. Elə bir heykəl çıxdı qabağıma. Dedim görəsən hardadır bu? Demə Qubadaymış. Bizim gəldiyimiz yerdəymiş. Yəni şansa baxın bir dənə. Həyatımda ilk dəfə qabağıma çıxdı və doğrudan da həmən günü bura gəldik. Necədir ana bu ya? Qəşəngdir. Bəs niyə bu qədər gözəlsən? Çünki sən anam ona görə. Ya, şəfşik. Hansı da pisənəyəm. Cənnətin düz ortasında. Təmiz nehrə yağı, pendir, pomidor yumurta sacın içində. Necə olacaq? İndi yeməyimi yedim, gedirəm. Normalda bayaq göstərdiyim meşə bağlı idi. Məni tanıdılar. Bilirlər, bloger. Orada çəkiliş eləmək istəyir. Oranın qapısını açın. Gəlirəm, qapını açacaqlar indi. Orada indi görüm, məgər maraqlı bir şeylər olsa şəkillər zat çəkəcəm. Yemək də bu arada super idi. Bütün ləvazımatlar, hamısı kənd yeməkləri idi. Kənd balı, yağlar falan mükəmməl idi. Nəysə, indi oraya gəlirəm. Bir də şəkillər çəkdim, amma maalesef ki videonu davam elətdirəmədim. Çünki telefonumun zədqəsi hal-hazırda 4%'dir. Ona görə otağın açılmağını gözləyirəm ki, gələm telefonumu zədqəyə taxam. Baxlar, mən indi videonu davam elətdirəmirəm. Çünki görürsünüz ki, asayım. Çünki Çox möhkəm yerlərsən. qorxudan. Çox möhkəm. Elə, çünki mən görürsünüz ki, əsayımdayam. Özüm üçün burada yerlənirəm, videolar çəkirəm. Çox gözəl TikTok videoları çəkdim. Belə bir dənə dans akımı var ya, o çəkdim. Çəkdim.
Sonra şeylər də çəkdim, qəşəng şeylər, şəkillər zət çəkdim. Onların hamısını videoya əlavə edəcəm. Ana indi mənə çəkəndə çox sıxılır, ara-bura baxır. Amma ana sıxılma. Bu hələ başladı. Yo, Zaryatkaya görə gedək adaptörü götürək. İndi də otağımızı gözləyirik. Saat hardasa Nə gözəl oturum. saat hardasa 12-yə gəlir. Otağımızı gözləyirik. Otağımıza girək və telefonumuzu Zaryatkaya taxaq. İndi də mən burada özüm üçün yerlənirəm. Ayları görmək istəyirəm, amma aylar təəssüflər olsun ki, yoxdur. Mən bayaqdan kameraya çəkəmirdim çünki telefon Zaryatkadaydı. Biz kafedə oturduq, çay zad içdik. İndi də şükür ki, otağımızı verdilər və indi əşyaları otağımıza apardıq. Sizə otağımı da göstərəcəm. Saat 12:36-dır. Yəni çox gec verdilər. Böyle kilitlədim anam. İndi gedirik. Otaq inşallah çox gözəl olar. Sizə göstərmək istəyirəm. Yoldan zaten bunu bilirsiniz. Ana və mən. Ana bir dənə salam de. Evdə deyəsən. Heç bir fikrim yoxdur. Girişi buradır. Gəlin girək. Burada akşam aylar bizə hücum eləyə bilər. Mən fikirləşdiyim şey bu. Tur eləyəcəm, gözləyim. Özüm də baxmadım, dayanın. Belədir. Tablo, şkaf, makyaj stolu bir dənə. Sonra belə gəlirsiniz. Burada bir dənə ebeveyn odası. Bir dənə belə qardirob. Burada da mən. Burada da belə bir şey. Belə bir şey. Belə gül. Belə gül. Bir dənə belə mənzərəmiz var. Sonra bura tualetdir. Tamam, bura tualetdir. Burada yenə mən diş pastası var. Sonra da burada kuxna. Kuxna nədir? Kuxna ilə zal qarışıqdır belə. Xalqlar falan var. Qəşəkdir bura. Bir dənə belə gözəl bir stol var. Bir də belə divan var. Bunu zaten bilirsiniz. Bir də belə PlayStation da var. Qəşəkdir. Ayaqqabılarımı çıxartacağım indi. Yataq testi edirik. Biraz aşağı tut. Aşağı tut biraz. Aa, yumuşaqdır. Ha, yumuşaqdır. Yataq bir dənə. Yəni yorğunluqdan gəbəririk. Mən də saçımı yığacağım. Çünki saçım əsəblərimi pozdu. Saçım da keçə əslində dümdüzdür amma Anayını bir dəyişdim. dəyişəcəm indi. Belə saçımı yığıram. Lazım olsa birazdan yenə bir təhər üçlüyüb zad eləyərəm. Qəşəkdir belə. Pijamamı geyinib gəlirəm. Biz indi otaqdayıq. Ana bu vəziyyətdədir. Ölürəm uşaqlar, ölürəm. Mən də bu vəziyyətdəyəm. Mən yenə yaxşıyam, durdum, hər yeri yığışdırdım. Dayan, spalni, obası spalni, ebeveyn spalnisini də göstərim sizə. Bayağı yəni paltarlarımı zadım yığışdırdım. Amma yenə gözləyim. Koftalarımı bəzərini buraya yerbəyir elədim. Burada belə şalvarlarımı, koftalarımı. Bunlar zaten otelində. Bunları mən yerbəyir elədim. Yəni belə. Otel qəşəng oteldən. Otel haqqında nə fikirləşirsən? Çox qəşəng, çox super, təmiz, səliqəli, əla. Burası yorğun. Buraları da belə yığışdırdım. Birazdan bunu geyinib çıxacağım. Sportivlə qəşəkdir. Axşam da restorana yupka ilə ağ koftan geyinəcəm. Çox rahatdır, özə kravatı da mükəmməldir. Mən pijamamı göstərmədim sizə, gözləyim pijamamı göstərim. Ana mən üçün tutacaq da burada. Belə bir saroçka, əynimdə duruşunu görməmişdiniz. Bir də belə bir şortikdir. Bu arada bir dənə su götürdük. Belə. Satılıq idi bu. Villanın satdığı bir şeydir. Çox mənasız bir şeydir. 1 manat 70 qəpik uzağı 2 manatlıq olan bir su 3 manata satırlar. Çox mənasız, amma dəhşət tutsam, istimə dəhşət vurur və dəhşət tutsam və bumbuzdur. Bumbuzdur. Amma yenə də içməkdən başqa çarəm yoxdur çünki susuzam. Durduq saatın yarısıdır. Belə şey olar. İstirahət olur, belə getməyə gəlmiş. Valla ayırsan, belə istirahət olmaz. Gələndən yatmışıq, elə indi durduq. Biraz da lazımatlar almışdıq, axı indi oturub çay içirik. Sonra hazırlaşırıq, düşürük axşam yeməyə də. Neyse, ama
Geçti, evdə heç nənəmlə gəlir restorana, mən videoma baxam bir dənə. İndi... Evdən eləməli. Işıq, oh my god. Bizim evə də bundan lazımdır. İndi makyaj edirəm, bəli. Həyatımda ilk dəfədir belə xoşbəxtəm. Çünki ortam, yəni evin arası falan o qədər gözəl ki, biz bütün gün yatdıq. Bütün gün yatmadıq, 2 saat yatdıq ama. 2 saat yatmadıq. Biz Saat yatında saat 2 tamam idi. İndi saat 6'ın yarısıdır indi. 2 tamam değildi. 2 tamam idi. Saat 3 idi. 2 tamam idi. Mən baxdım saata. Yəni 2 vlogdur, mənim makyaj eləməyim azadı, tanıq olursunuz. Zaten çox istəyirdiniz. Yay! Bu arada bir şey diyeceğim. Özüm üçün dans etdiyim videoları gəlib yazısı dans bəcəriğin yatda, dans eləyəmin misal, yanına da yazırsın incimə. Sizcə, baxın. Sizcə, sizcə mən sizin lazımsız şərhlərinizə baxıb inciyən insanam. Eləyəmirəm, eləmirəmsə dəxlisi var. Dəxlisi var sizə. Neyse. Çişim gəlir mənim yenə. Çişim gəlir, özün çişim eləyib gəlir. Vlogda mənim vloglarda tek dediğim şey çişim geldi de. Orada yadımdan çıxıb Allah'ımı gətirməmişəm. Allah'ımı gətirmədim, tem paletimi gətirmədim. Heç nə, highlighterımı gətirmədim. Ona görə əlimdə olan ləvazimatları istifadə edəcəm. O qədər də vacib deyil. Allah çox vacibdir. Ananın sumkasından oramıra qurdalayıb Allah tapmalıyam təcili şəkildə. Köş, analar o günlərə üçün var yamış. Geçiyoruz. Bu Allah'ım mənkindən də qəzəldir. Gedirəm, ənimi geyinirsə saçma bir şeylər eləyəcəm. Ənim geyinib gəlirəm. Belə oldu. Məncə çox gözəldir. Polis olaraq makyajım da sadə olduğu üçün kombinə çox yaraşdı. Prosto indi... Ana burada daraq yoxdur. Yox. Daraq və necə eləyək? Daraq? Hə. Gəzdiyin. Hazırsan. Yox. Kombinimə bu yaraşır. Belə. Taxa bilərəm aslında. Baxım taxmayayım. Qubdaya qabırsa. Saçım qabarıb bu arada. Bunu taxmaq istəmirəm. Onu taxmaq istəmirəm. Ən yaxşısı şey eləyək. Modna görünür. Götərim saç. Ən qəşəngli budur. Belə bir şey taxacağım. Kombinimə ən çox uyan budur. Bunu taxıram. Yoxsa bunu bayağı taxmışdım. İndi də glossumu buradan takarım, aksesuarlarımı taxıram. Bir də glossumu vurub evdən çıxıram. Gedək yəni? Yox, gözlə. Söndür. Yox, aksesuarlarımı taxıb gəlirəm. Aksesuarlarımı taxıb gəlirəm. Ay! Gördünüz hərəkət. Skrandaç kimi düşdü. Gedək. Gedək, nə olsun? Dedim, bax, aksesuarlarımı taxıb gəlirəm. Niyə yolda açdı? Belə çıxırsan. Hə. Hə? Soyuq olmaz. Hello, oh my god. Ayakkabımda. Bizi sevdim eski. Evin hər yeri səndir. Uşaqlar, mənə görmürsünüz çünki ayakkabımı geyinirəm. Anaya görmürsünüz çünki ananın boyu uzundur. Amma mənə görmürsünüz çünki mənim boyum balacadır.
Bu arada bir dənə mənfi cəhəti var sadəcə. O da ki, kənd yeri olduğu üçün, kənd yeri idi. Kənd yeri olduğu üçün evdə sağlam. Qəribə həşəratlar çoxdur. Mama da dedi ki, rayon yerlərində olur elə şeylər, amma bu cidden mənfi bir yandı məncə. Çünki kombinimi çox bəyəndim, yəni sportivni belə bir şey. Hət, saz, hət, saz. Qapıdan ilk çıxandakı görüş budur. Gerçekten. Nə? Şokolatımızı sən götür. Belə gəlirsiniz. Bura. Yoşmaram, bura belə aşağılar. Bura da belədir. Orada yellən şeylər var, orada da biz girəcəyik. Aşağı yuxarı. Məncə meşəyə dəyək, ya da ki... Bağlıdır. Açıqdır, görürəm. Gel. Mən girəm, onda sən qayıt. Ana girəydin o. Kim olacaq? Gecə qoymurlar, bu vaxtlar qoyurlar. Deməli nəsə... Var da, itlər var. Adı olmaz, gəl. Gözüm heç kim getmir, gəl. Tamam. Mən birazdan girərəm, tək. Səndən xəbərsiz. Yox, bebeğe. Bugün bir dənə kombini var, baxın gözlə. Kombini bu da, mən kombini və bəyəndim. Ayalarını gözəl görsün. Burada bir şey. Kombini və bəyəndim. Çox, hə. Mənim kombinim geçəydə, mənim kombinim. Sənin su kombin, конечно. Geçək kimi çəkim burada. Uşaqlar, mağaramda xoşbəxtəm. Yox, bebeğe, mən də buradayım. Çox qəşəng yerdir. Bura axşamlar yəni möcüzədir də. Bura baxın. Baxın belə işıqlar var. Güllər var, belə işıq verir. Yollarımız da belədir. Çox gözəldir. İndi gedirik çay zad içməyə. Bura yəni bura səhərlər. Gəlin şəkil çəkdirin. Doya-doya həyatınızı yaşayın. Sonra gedin bizim kimi axşama qədər yatın. Sonra gəlin, axşam doya-doya keyfini çıxarın. Yəni bura elə bir yerdir doğrudan da, hə ana? Süper yerdir. Yəni bura... Hindiskan çək. Bu hindişka bayaq bilmədiniz, onu da danışacağım, gözünü çəkim. Hindişka bayaq biz restoranda oturmuşuq. Özünü gəldi, çırpdı restoranın içinə. Gəldi restoranın içinə girəndə də nə oldu ana? Getdi deydi kondisionerə. Çırpdı özün kondisioner. Allah haqqı. 3 saat onu gəliblər oradan çıxartmağa çalışırlar, tuta bilmirlər. Orada qəribə səslər çıxardırdı. Çox qəribə bir an idi. Qapısından girəydin, niyə buradan girək? Tamam. İndi biz restoranın içərisindən giririk, çıxırıq tutub. Mənə burada görmədisən, dayan göstərim. Çəkmişdin? Hə, çəkmiş. Göstərmirəm onu. Uşaqlar, xahiş edirəm, baxın, öz vətənimsiz, öz millətimsiz. Xahiş edirəm, uşağımızla çölə çıxmayın. Yıxılıram. Xahiş edirəm, uşaqlar, 6 yaşdan balaca uşaqlarla çölə çıxmayın da, yəni. Cəmaatın keyfini pozurlar, Allah haqqı. İndi restorana çay deyirik, mən bir şey eləyirəm. Canlı açıram, ana da canlıdadır. Ana sayam de. Ana sayam de. Görünüşüm bu şəkildədir. Mən özümü bugün çox bəyəndim. Yəni çox gözələm, maşallah. İndi canlı açacağım. Çünki canlı açmaq istədim. Çay içirik. Çay gəldə əgər çəkəmsəm çəkərəm. Davarımız buradadır. İndi içirəm. Dadlıdır, amma istədir biraz. Dadlıdır, amma istədir biraz. Çay süperdir. Yem şokolad gətirəm sənin üçün. Mən istəmirəm, mən limon çay kəndilər. Dedi bu qarşına gətir. Var, bunlardan. Bunlardan almışdım. Bu çox dadlıymış da yəni. Ana deyir, mən yemişdim, dadını bilirdim. Mən amma dadını bilmirdim. Hə, çox qəşəng. Bəs bir gördüm almışsınız maşındadır. Mənə keçən bundan almışsınız. O da da sevdiyimdir. Adısını bildim. Bu daha qəşəng. Bir de mən elə bildim, onun içində bir ədəddir. Amma demək içində balaca baxım beləymiş. Balacaymış. Gözün yazma istiyorsunuz. İnşallah canım, çok sağ ol. İndi
indi. Bəyim. Anam candan bağıyadı. Niyə təyirsən bəyimləri? Nəyə yeyə? Anam candan bağıyadı. Anam candan bağıyadı. İndi də biraz anne kız vakit geçiriyoruz. Gəzməyə dedi, yox. Bəli, anne kız biraz vakit geçiriyoruz. Sana bir şey yapayım. Şirinlərin yanına. Ay, pisiyə bax. Pişir gözümdə mi? Köy olmuşam. Canım hamısı gəldi. Haydi yemək olardı yanında. Can, ben yaşa yiyeceğim onu. Hep pişirləri değiştim. Bu yedeyiz. Kaçma benden. Kaçtı benden. Bu... Bizim yanımıza Gitme. Ben seni hiç ne yemiyorum var ya. Qorxma. Qorxdu. Gel bu ya. Anne sen bir şey hayal ettim. Şiirlerin yanına bir de pişirin yanına. Bu ya. Bak bu da şiir yoksa bu da şiir. Ay ne korkakdı ya. Abisi de etti. Şarkıya bakın şiirine ya. Şirin 1, Şirin 2. Bu Doktor Şirin'iydi ha. Bunun adını səhv bilmirəm. Bu Gözəl Şirin'dir. O Şirin babadır. En axırda da ana var. Gel yara. Anaya əcəb adam oxşadırsan. Ayrı. Kaçma da Noya kaçma. Noya kaçma. Noya kaçma. Pişt 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 pişt. Eşkidim. Gitme. Şağa bakın anaya. Tata. Ana gel damın qabağında kal. Başım bu yaya indi bizi. Ana ne deyir? Eyə demədin. Bax aşağıya burada şirinə var. Şirinə, yo bu şirinədir. Anadır. Ana de, ana ana xəncədir. Bu mənəm. Bu mənəm. O şirin baba kimdir? Qulaqaş. Ana atamı niyə məşhur edirsən YouTube'da? Bu niyə məşhur edirsən? Qulaqaş söz deyəcəm. Ayağını döydün heç? Ya yuxarı. Mən döydüm də dedi. Burnum qaşındı. Ana sen soğuk. Gözəl şirin. Yoxşum ya. Güzel ya. Nağın ya. Bir dənə mənə çək. Ye uşaq yay. Mahnısız dansı yeyəcəm. Deyək, mahnı qoyacağım saya. Seyid uşağa fikir vermin. Müalicəsini tapmışam İranda da xıracaq. Bir tane de anano yapayım. Anano yapayım indi. Baxın da oradan axşamlar bura çox gözəldir də. Baxın. Səhər şəkil çəkdirmək üçün yaxşılam. Axşamlar çox gözəldir. Bu yolla çıxırıq. Və yuxarıdan bax oradan görsən işıq. O birisi də bizim də qaranlıq olan ev. Bəli. Bax dağın başındakı ev bizim. Meşənin axıncını bizə verdilər. Sana videolar falan çəkdik, TikTok videoları. Sonra mən video çəkəndə yıxıldım yerə. Çox qəşəng yıxıldı. Çox qəşəng yıxıldım, özüm belə yıxıldım mən. Bir özümə toyuq saat sifariş verdim. Belə atışdırmalıqdır, yemək deyib, sadəcə atışdırmalıq üçün rəyim istədim. İndi bunu yeyirəm. Yaxşıyam, deyim. Aleyküm salam. Sən necəsən? Hoş geldin. Bir yol bırak. Aile ne yiyirsən? Toyuq saatı. Necədir? Bəs niyə fikirləşmirsən ki, birinin olar, birinin olmaz? Onu belə eləyirlər. Bir gün ben de yiyeceğim. Güzel. Bu tatlı. Tek adına Yok, ben istemiyorum. Ben ne diyorsan? Yok, istemiyorum. Ben ne diyorsan? Ne bileyim. Normal oturup mənim indi oturuşuma baxım bir dənə. Gözləyən. Ana zorla restorandan çıxartdım. Bana bu konu haqqında nə fikirləşirsən? Aramıza ağac girdi. Şaka lezzet ölüyordu Allah'a. Yuxum gəldi. Hava Ayda bura nə gözəl sərindir. Heyf deyil. Çox gözəldir. İndi gedəcəm, mən TikTok videoları çəkəcəm, çünki niyə olmasın. Şimdi eve geldik. Telefon zaten çok az. Telefon zaten takıram. Bu telefon da zaten öldü artık. Quba tətili mənə yaradı, anama yaradı, amma telefona heç yaramadı. Ama telefon zaten takıram. Bir
1 saatdan sonra zat axşam yeməyinə düşürük. Daha doğrusu axşam yeməyində idik. Zaten burası ac değildik. Ona görə çay içdim. Mən də bir dənə salat yedim. Zaten gördünüz. Ona görə birazdan açsaq axşam yeməyinə düşəcək. İndi də biraz gəzəcəyik sadəcə. Bye bye. Biz indi çıxdıq. Bir hardasa yarım saat evdəydik. Yorğunluğumuzu atdıq, indi geri yeməyə. Əlbəttə gedəcəm, yaxşı gəl. Anam qorxuyam. Niyə gedirsən? Qorxuyam. Bəs niyə gedirsən? Getməyəm, yeyək mənə. Əlbəttə. Yavaş, üzü istəyəm. Üzü yüzək. Bir də olmaz. Yaşda düş. Bir də yeməyə. Beyimə boya. İndi geri yaxşam yeməyinə acından gəbərirəm. Yemək, 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 yemək. Bura axşamlar yəni möcüzədir də. Bura baxın. Baxın belə işıqlar var. Güllər var, belə işıq verir. Yollarımız da belədir. Çox gözəldir. İndi gedirik çay zad içməyə. Bura yəni səhər. Biz Sərçəçi ailədə bir burger və nuggets. Yəni Bakıda yediyim şeylərin eynisisi. Sen xoşlayırsan ki? Ölürəm.
çox hissənin səsini alıram mahnılar. Çünki telif haqqı yeyir və telif haqqı yediyi üçün də paylaşamıram. Burada da Baby Monster Milyoner mahnısını oxuyuram. Amma təəssüflər olsun ki, yenə də paylaşamıram telif haqqına görə. Məcburam ki, belə paylaşım öz səsimdən. İnşallah videomu bəyənərsiniz, xoş izləmələr sizə. Abunə olub like atmağı da unutmayın. 안녕하세요. 제 영란입니다. 안녕하세요. 반갑습니다. 이제 오늘 아zerbaijan에서 왔어요. 네, 감사합니다. Görüşürüz. Beləliklə, 안녕하세요. 제 영란입니다. Salam, mənim adım Aydındır. Mən Azərbaycan'da tanış olduğum aşağıdan. Canım Azərbaycan'da vasıya. Mən Azərbaycanlıyam. De, kamsahamda bu hasım üçün çox sağ olun. Teşekkür ederim. Yəni həyatımda yaşadığım ən xoşbəxt günlərdən birini yaşadım. Ana bura gəl. Çox maraqlıydı zaten. Zaten mən sizə qısa kəsitlər qoyacağım. Çoxlu oyunlar oynadım, mahnılar oxudum. Sonra Koreya dilində təqdimat çəkdim onu. Koreya dilində təqdimat Koreya dilində təqdimat elədim sonra özümü falan restorandakı insanlar da qulaq asırdı. Çox qorxunç bir şey idi. Nəsə ki özgüvənliyəm o konuda. Sonra hamı mənə təbrik elədi falan ki heç utanmır, özgüvəni var. Nə bilim şey çəkinmir falan filan, oynayır, rəqs edir, danışır falan. Mən də birazcık belə tatmin oldum. Sonra qayıtdım, orada insanlar var idi. Qayıtdım, dedim ki siz qızsınız. Qayıtdım, dedim siz qızsınız. Onlar da səppa şaşırlar. Çünki bilir nə. Qayıtdım, dedim ki yəni siz kişisiniz da falan. Qəribə belə bir tema döndü. İndi də belə oranın adı nədir? Yanardağ deyirlər, hə? Mini Yanardağ deyə bir yer var burada. Normalda oranı bağlayıblar bu arada. Bu vaxt açmırlar heç kimsin. Biz üçün açı yay və biz Mini Yanardağa gedirik. Onda orada da çəkəcəm. Yəni telefon zatikada da hal-hazırda zatikada çəkirəm. Yəni bugün bir telefon 15-20 dəfə zatikaya taxılıb da gün ərzində. Bu qədər. Biz indi belə bir yerdəyik, baxın. Ay, gözəl. Baxın. Çox gözəldir, hə ana? Ana canlıdadır. Və ana doğrudan arxadan Əzrailə oxşuyur uşaqlar. Mən yuxarı qalxdım, aski götürdüm özümə. Sonra qayıtdım, ikinci dəfə getdim. Telefonu götürdüm, telefon zatikadaydı. Gələndə inanırlar, o yoldan keçirəm. O yoldan gələndə də ana bir siz necə görsənir. Baxın belə. Dəhşət qorxunc görsənir yəni. İndi gözümü açıq taxdım ki, alovun şeyləri gözümə dəyməsin. Bu şəkildə də çay içirəm. Nə? İsti yəni o tonqalın yanındayıq. Sən isti deyil bundan? Yox. Neyse, indi çay zat içirik, biraz burada sərinləyirik, qəşəng havadır. İmkanət üstünə kombi çəkər. Bugün çox mükəmməl bir gün değildi ana. Mənə göstərmə. Niyə? Əzaya oxşayacaq. Təəssüflər olsun ki, sabah yol çıxırıq, artıq evə gedirik. Hələ bilinmir. Ev üçün darıxmışam açıkçası, amma yenə də buradan da ayrılmaq istəmirəm. Adam Quran oxudan özədir. Böyle eğilirim aslında tutuşum gibi.
Çirkin yine. Ha? Çirkin. Yox. Aynen kıtasını giymiş ama. Hele kamera alıp yaşında. Belə olar da yəqin ya. Aa, YouTube yapıyorum. Gözde girer ayıp gözde. Başqa taxmışam Ondan ondan. da Harda? Değil tarafı. O tərəfə də çıxıb gəlməyənir. Yo, ne var? Bunu yandırma zaman çəkəcəm. Valla. Aynen buralar. Aynen buraları. Hazır edilmesi yaxşı. Aa, kömür de. Koca gözüm böyle. Aynen bakın. Çok güzeldi. Romantik bir ortam. Sen de gel de bura. Oradan gel. Oradan. Ana buradan gel de. Buradan Yok, gel. orada oturun da. Oturmaya buradan gel. Orada çekiyor işte de. Aa, bilmedim. Bilmedim. Hadi üstü vereceğim bakımı. Bir tane limon uğratsam ne olur? Bir tane limon açan olar. Heç gün buralar ot tutup ot tongal pazar olar. Salam aleyküm sen. Niye atırsan ki limon pişirirsen orada? Merak etme. Atarlarım. Salam, salam, hoş geldin. Atı, Limon kebabı. Limon kebabı. Közde özde. Ana özde közde. Ha, kızım. Güzel romantik bir ortam bu da yani. Adam bu da başına koyar yatar. Adam burada başını koyup yatmaz. Adam burada anasıyla da yatmaz. Adam burada sevgilisiyle mi? Vazgeçtim ama. O acayip. Girer. Gözüne. Diyecektim vazgeçtim. Ben burada yatmaram. Çəyətgələr var. Onu belki çəyətgəni götürməkdim ora. Niye cız bu insan? Diri, Sadece diri. iki hayvan severim. Çəyətgə imanlı çəyətgə. Sonra şeydir. Hörümçəklər ailəminin çəyətgə nümayəndəsidir. Aylin gözünün korusunda ya şeylerden. Bu ne bilirler o yanıdan şeylerinden. Açık takıp gözüne. Gösterim size. Aylin necə? Ayna bakın. Ayna bakın. Hey Açık yok takıp. Gözden buraya açık. Açık takıp. Şeffaf açık edin. Oturup yerde. Çox yəni romantik bir ortamda. Bir dənə sənin ayağın boya şeylik. Biraz bizi istəyən pas qoşuq. Başka yere koy. Benim hatır. Orada daha güzel çıxır bütün ailəm görsün. Dedim sən də gəl bura romantik bir Yemeğe an yaşayaq. otursunlar. Aynen. Hörümçəklər ailəminin çəyətgə nümayəndəsini götürüb olar bişirib. Ayağını boş. O kəvə yedilməyən çəyətgə var orada. Bir tane. Ama çəyətgə hoppana bilir. Paçaya tut bana. Bildim riski mənim üzümə zad hoppandı. Ya, Başıma. Sana tullansın da. Sen de çek. Ne farkı var? Çefke üstüne tullanma. Məncə mən onu götürüb bişirməliyəm. Götür pişir ye. Çöp getir çöpe Özüm bu boyda diyor. Həyatımda heç bu boyda çəyətgə görməmişdim. Çöpe geçir. O görürsən neçə il yaşayır. 27 idi. Üstünə çay döksəm nə olar da? Ayda bəsdir də. Tonqala limon atsam ne olur? Çay atsam ne olur? Götür çayını iki dakika bir dəfəli canım tutar. Tonqala demirdim mən. Çəyətgə üstünə. Çayı yaptı. Çox romantik bir ortamda da yəni bura. Çəyətgə olmasa bir dənə. Aynen her şeyi yandır. Yandır ha. Aileme de götür Aa, atalım. təsəvvür elə sevgilinlə oturmusan bu arada. Elə burada. təsəvvür. Tam olaraq sevgilin səni öpən anda çəyətgə gəlir oturur üzündə. Nə olardı? Eşine çeyrəkəni de tutarım. Aynen. Aile götürmeye de tonqala güncə. Əlimi açsam nə olar? Ay Allah, elmasın uşaq var. Bu elmasla tonqala ne olur sizce? Siz Elim deyin, yanar. indi siz deyin, onu bağışlamaq olar mı? Yakaq atıram, nə olacaq?
Yandı de. Yanar. Yanar. Ay. Yarpaq götür. İçerikli gül. Kızlar niye ekranda Sen yani? hayatda bu boyda çaytığı görmüsən. Aa kız niye görmemişim? Bu boydadır ki. Çerkelerle büyümemişim. İster ister. Sen gidip versen ne kadar çıldağı olmanızı da yarpak değil. Çok ufak değil. Yarpaq değildi o. Yarpak. O farklı bir şeydi. İçerikli. O farklı bir şeydi. İçerikli. Aklım geldi. Niye böyle vecsiz fasonsuz insanlara deyirlər, çəyirtkəsən, çəyirtkəyə oxşayırsan? Niyə elə deyirlər ki? Çerikli de cezak video tarif şey. Bu modeli oxşayır axı, yekə uzun boyu var, arağı da qəşəng. O yere gidip modelde beden şekillendirmeli. Aynen. Bugün ameliyatı dedi bu. Beden şekillendirmeli. Çəyirtkə. Haydi orada da hörümçək var. Buralar, Ancak sizin buralara salırsın. hörümçəklər nasıl qoy buranı? Ayağımın içine nəsə girdi. Özü nəsə yaş bir şeydi. Yani çarşıp götürüp telefonu atarsın oraya. Hansı telefonu? Yani Bu çəyirtkə deyəsən isti aynını vurdu. gösterdim ben. Bu çəyirtkə deyəsən isti vurub. Geç oldu. Çünki qalıb bir yerdə tərpənmir. Peki de piyango Ola da bilər. gösterdim ben. Yatıb bəlkə. Yani biz bütün kömür işi vereceğiz. Yatıb bəlkə də. Çəyirtkələr yatır. Yatır heç. Yani Onda yatır. Axşamlar yatırlar, səhərlər. aileme çekti ya. Ben nereden gün orta var. Sən böyüksən də sən bilərsən. Gün orta var. Gün orta. Da bu indi yatmıyorsa bu Adetten niyə? sonra yatırlar. Bu indi yatmıyorsa bu niyə tərpənmir? Değilim o beden şekillendirmeliyiz. Ameliyatta yatabilir. Ailenin yüz ifadesi. Hukka verildiği restoranda. Qulaq as. Aslında bulanma. İndi mən çox deyirəm, bu tərpənmir. Risk hoppanıb üzümə düşsə, Allah Az o ameliyattan çıkıp alıyor. Değilim ameliyat edilirken. Güt koydurmalıyım. baba qaydırma. Baba koydurmalıyım. Çox romantik bir anda yəni. Anonla romantik değil. Hı? Anonla. Sevgilim. Anamla yox, çəyirtkə ilə çox romantik bir an yaşayıram şu anda. Sen sevgilisine rağmen sen çektiğini. Onu Allah günahında bu boyda çəyirtkə görməmişəm. Səncə bir dənə olar, ver çəkim də. Burada bir gizlənib onun altına, ver də çəkim. Gözləyin şöyle. Uşaqlar, sizcə həyatınızda bu boyda çəyirtkə görmüsünüz? Ay tərpəndi. Ha niye çekti? Ya bax. O bunun daşın altında da onca görmüşdüm. Uşaqlar, sizcə baxın, həyatınızda bu boyda çəyirtkə görmüsünüz? Tullana sen bizi. Allah Terk eder. Oy da çox pis olar. Terk eder. Uşaqlar, sizcə bir dənə baxın. Çox qorxuram yaxınlar verim amma baxın. Bir soğuk isteyerek aktarıp özünü koru. Bir de gölden girdi. Bir gün daha var. Əniş, Ana, siz bir deyəcəm. gün daha var. Bedim, Hayır. kakaşım gəldi. Tutun bunu. Vallahi grup yaradır. Yaradaq da. Bir tane yarat da. Yaradaq. Kızlarla. Uşaqlar, baxın belə bir alovumuz var idi, gördüyünüz üzrə söndü. Bu arada sizə nə deyəcəm? Burada normalda bunun meşədə qalmaq lazımdır. Burası meşədə. Oy. Burası meşədə gec olduğu üçün mən axırda düşəcəm beton qalın üçün. Gec olduğu üçün də qalamadıq. Burada belə əslində qalamamalıydıq. Sadəcə bizə görə qaladılar. Nəysə, meşə uşaqlar bir siz necə qorxunçdur. Belə qapqaranlıqdır, işıqlar zandıyandırıblar. Dəhşət qorxunçdur. Meşəyə baxın. Ana, bir də pisənlə eynəyənlər var. Onlar böyük ehtimal qurğudur. Pisənlə eynəyirlər qəzadan. Saat mağazində qalanlar var. Onlar çəkirlər. 24 saat ormanda qaldıq. 24 saat mezarlıqda, ormanda qaldıq. Deyip burayladı. Hə, 24 saat mezarlıqda qaldıq. Elə çəkirlər. Onlar qurğudur böyük ehtimal. Valla kurgu. Amma biz çəkə bilərik. Çünki 24 saat qala bilərsən burada. Yok. Ben korkarım. Bəs şeydə qəbristanlıqda Yok korkurum. qalanmayırsan. Mən hal-hazırda zamanı qorxuyam. Mən yiyənəcəm burada. Biraz yerlənək, oturaq. Evin yanından qaydarıq.
Hə? Biraz. İndi saat 6 işləyib. Mən videoları zaten editlədim. Ana da canındadır. Tüm Respublika kamerası gibi yapıyor. Ben indi də acdığım üçün getdim bu oyuna. Aslında ac deyiləm amma yani orada qalıb və canım çəkir. Orada kalmışken niye kalsın ki? Bəli. Ona görə də dedim indi bunu yeyəcəm. Biraz da TikTok'a baxacağam. Bəyə. Ana mənə çox əsəbləşdi çünki deyir ki, bəyə şey Şeker komasına gireceksen Esen. çünki deyir ki, bəyə şey yemə. Amma yemək istəyir. Bugün bütün gün o 2 kilo konfet olup balaca konfetler tutarmışsan yani. Mən doymadığım üçün nugget sifariş verdim. Hello, sabahınız xeyir olsun uşaqlar. Mən bugün ikinci gündəyəm. Əslində çoxdan durmuşam, sadəcə vaxt tapa bilmirdim. Acından gəbərirəm, inanın Allah, yəni gəbərmək sözünün tam mənasıdır da. Harda oturağım? Burada oturaq da Dunan da burada oturmuşduq. Burada oturaq ya, Dunan da burada oturaq. Aha. Baxın, yəni tam olaraq gəbərirəm də acından. Ha? Acından gəbərirəm. Biz veşlərimizi yığdıq. Veşlərimizi yığdıq biz. Maşını ayarladıq. Bugün otelimizdən çıxırıq. Bəbəyə sayamdır. Bugün otelimizdən çıxırıq. Artıq evə gedirik. Yəni bir gündə olsa cidden çox dolu bir tətil keçirdik. Çox gözəl idi. İndi də acından gəbərirəm. Tez yeməyimi yiyəcəm. Biraz buraları turlayacağım, gəzəcəm. Sonra da evə gedəcəyik. Yeməyim gələndə çəkərəm yenə sizin üçün. Mədəm elə pis ağrıyır ki, elə pis acam ki, həyatımda heç belə bir aclıq yaşamamışdım, inanın Allaha. İlk dəfədir ki, mən belə aclıqdan ucu yıxılıb qalacam burada. Nəysə, yeməklərim gəlsin, çəkərəm. Öpürəm sizi. Şimdi yeməyimizi yedik, çıxdıq. Yemək yanında çox çəkənmədim çünki mən orada öz sayımdaydım. O qədər pis acmışdım ki, uşaqlar. İnanın Allah, həyatımda ilk dəfə idi mən belə bir aclıq yaşadım da. 14 illik həyatımda heç belə bir çarəsizlik yaşamamışdım. Özü siz necə oldu? Acam, amma mədəmə yemək getmir. Çox pis bir vəziyyətdir. Nifrət edirəm bu durumdan. İndi yenə qalxırıq meşəyə. Meşədə biraz gəzəcək, yenə video şəkillərini yenə eləyərik. Ana o qız heykəlini görmək istəyir. Onun bir başında oturmaq istəyirəm. Sonra da gedərik. Uzun bir gəzişmənin ardından artıq maşındayıq və evə doğru yol alırıq. Bir 5 dəqiqəyə falan. Buralar bayağı dolub. Yəni. İndi yolda mən bu videonu sizin hal-hazırda izlədiyiniz videonu editdirəm. Videonun atanda neçə dəqiqə olacaq bilmirəm, amma hal-hazırda 1 saat 5 dəqiqə 30 saniyədir. 1 saatlık videoda. İndi bilmirəm neçə dəqiqə düşəcək onun kəs, biç, editlər falan filan. Amma yenə də uzun bir video olacaq məncə.